Əgər müştəri usta ilə işləyəcəksə, statusu neyinir, status qrupu neyinir, yanlış anlayın, memar dizayner neyinir? Yəni, əgər usta ilə işləyəcəksə, bu mütləq surətdə bizim müştərilərə verdiyim təbii ki, yaxşı ustalardan iraq, yəni deyəcəyim söz yaxşı ustalardan iraqdır. Biz təbii ki, işin peşəkarlarından yox, dırnaqarası insanlardan danışırıq. Biz təbii ki, dediyim kimi, yəni yaxşı ustalardan kənardan söhbət edirik, peşəkarları kənara qoyuruq. Burada siz usta demək olar ki, hər zaman mən işi tez bitirim, çıxım gedimdir. Yəni bunun sabahı nə olacaq, 3 ay sonra nə olacaq, 5 ay sonra nə olacaq? Usta üçün o maraqlı deyil. Maraqlı deyil. Adam gəldi, məsəl çəkirəm, bugünkü gün 100 manatını, 150 manatını qazandı, çıxdı, getdi. Amma bugün Vitali bəy də, bugün Çinarə xanım da, mən burada elədiyim səhvə görə sabahlarım hər hansı yerdə üzümə çıxar, 2 kəlmə söz deyər və ya da ki, biz bugünkü gün bazarda var olmağının səbəbi nədir? Ən gözəl reklam dildən dilə olan reklamdır. Bu günləri bizim barədə... Və ən barədə... əsası da müştəri məmnuniyyəti. Bəli, bugün bizim barədə müştəri gəlib hər hansısa bir yerdə mənfi bir şey dediyi təqdirdə, onun ətrafında olan 5 potensial müştərim artıq mənim olmuş olmur. Amma əksinə, bizi tərif edəcək, bizim gördüyümüz işdən razı qaldıqda, məmnun olduğu təqdirdə, müştəri artıq ətrafında olan 5 nəfəri 25 nəfərə qədər qaldır və potensial müştərimiz olmuş olur. Koordinasiya mütləq surətdə düşməlidir iş görənə. İş gördürən önəmli deyil. İş gördən gəldi, Çinarə xanımla danışdı, statusdan danışdı, Vitali bəyin danışdı, fərqi yoxdur. İş görəni düşür. Koordinasiyanı onlar qurmalı. Biz necə qururuq koordinasiyanı? Biz dediyimiz kimi layihələndirmə dizaynından aldıq layihəni və mütləq surətdə biz çalışırıq ki, əgər dizaynı biz edəməmişiksə, biz çalışırıq ki, müştəriyə izah edək ki, Çinarə xanım bu çizgini çizib, Çinarə xanım buna hazır, müəllif nəzarəti mütləq surətdə olmalıdır orada. Nəyə görə olmalıdır, deyim mən sizə. Çünki müştəri çizdirdi bizə hər hansısa bir şey, bizi tərəfdən. Çizdirdi hər hansısa bir şey, getdi, İtaliyada gəzdi, gördü bir şeyi bəyəndi. Gəldi mənə dedi ki, Çinarə xanım da işi görür, tərsinə deyirik. Çinarə xanım gəldi ki, bunu dəyişir. Çinarə xanım da dəyişir. Dəyiş də, deyir, müştəri deyir. Dəyiş də, sabahlarım deyərəm ki, mən memar olaraq gəlirəm, işimə baxam, bu burada olmalı deyil, bu buraya yaraşır. Müştəri də gəlib, axı orada xoşuna gəlmişdi. İş bir dənəsə gəlib ki, bu nə gün də şeymiş, mənim evimə yaraşmırmış. Düşdü problem. Ona görə də mütləq surətdə müəllif nəzarəti, memar dizayner öhdəliyinə götürməlidir və müştərilərə də, iş gördürənə də xahiş edirik ki, buna mütləq surətdə, yəni ödəyəcəyiniz, onun üçün ödəyəcəyiniz bu böyük bir summa deyil. Amma sizin işinizi garantiya alır. Sizin işinizi garantiya alır.